Əmək pensiyaları haqqında qanuna əsasən yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşlarımızın pensiya kapitalı da 2026-cı ildə indeksləşdirilərək artırılacaq. Dobalifo az məlumat verir ki, bunu deputata Vüqar Bayramov bildirib. Onun sözlərinə görə həmin qanunun 29.1 maddəsində qeyd edilir ki, sığorta olunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq. Pensiya kapitalının nə qədər artırılacağına gəldikdə isə Mərkəzi Bank 2025-ci il üçün inflyasiya proqnozuna yenidən düzəliş edib. Başbank da bu il Azərbaycanda qiymətlərin altı 0% artacağını proqnozlaşdırırlar. Dövlət Statistika Komitəsinə görə bu ilin ilk 9 ayında istehlak qiymətləri indeksi 5,7% olub. Bu o deməkdir, mövcud qanuna əsasən Mərkəzi Bankın proqnozunda kənarlaşma olmasa, vətəndaşların pensiya kapitalı təxminən 6% yüksəldiləcək. Yəni, bu halda əgər vətəndaşımızın 50 bin manat pensiya kapitalı varsa, onun vəsaiti gələn il təxminən 3 min manat artırılacaq. Təbii ki, daha konkret rəqəm yanvar ayında elan olunacaq. Bu artım vətəndaşlarımız pensiyaya çıxan vaxt daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımından vacibdir.